Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Bugün fevral ayının 20-si, 20 fevral 2026-cı il, 7-yə işləyib saat 15 dəqiqə. Bu evin çəkilişini edirəm sizlər üçün. Elvin, bugün saat 21:00-da bu evi işləyirsən, YouTube kanalımızda bütün müştərilərimiz eksklüziv olaraq isti-isti bu evi görsünlər. Çünki niyə Elvin? Mən bir aydır bura gəlib gedirəm. Bir aydır bunu izləyirəm. Çünki bu ev bizim ofisimizə çox yaxın bir ərazidədir. İzləyirəm ki, bu ev satışa çıxan kimi mən müştərilərimə bunu birinci olaraq təqdim edeyim. Çünki evin yeri superdir. Evin tikilişi superdir. Keyfiyyəti çox qəşəngdir. Ev, yəni bir, necə deyərlər, nağıllar aləmində olan evlərdəndir də, belə deyim. Çox qəşəng görünür. Çox da superdir. Yer haqqında bir daha məlumat verim. Yer. Mərdəkan Polis Akademiyasından Buzovnaya gedən yol. Mərdəkanec, əvvəl Mərdəkanec idi. O restoranı keçəndən sonra, KFC keçəndən sonra yıxılarsan. KFC keçəndən sonra Vətən restoranına çatmamış, sağ tərəfdə 300 metrlik məsafədədir. Baxın, mən burada üzbəüz düz Vətən restoranı ilə üzbəüz durmuşam. Yəni Vətən restoranının biz hal-hazırda arxasındayıq. 5,5 sotun içərisində ümumi tikili sahələri hamısı birlikdə 250 kvadrat olan bu ev sizlərə təqdim olunur. Evin qiyməti bugün start olaraq 535 min manatdır. Evin içərisində bilirsiniz ki, biz hər yerini çəkib sizlərə təqdim edəcəyik. Evin həyətində gördüyümüz gözəl bir landşaft hissəsi var, yaşıllığı var. Evin özünün görüntüsü çox qəşəngdir. Mən çox sevdim bu evi. Bu evlərdən bir dəfə də əvvəllər biz təqdim eləmişik, satılıb. Hovuzumuz 4-5 metrənin 8 metrəyə olan aşma fəvvarəsi, şəlaləsi olan hovuzdur. Hovuzumuz isti, hovuz kimi təmir olunub, esenjoru qoyulub, bütün istilik sistemləri çəkilib, istədiyiniz vaxtı qışda da, yayda da istifadə edə bilərsiniz. İndi isə keçək hovuzun yanında yerləşən söhbətgahımıza. Söhbətgahın döşəməsi, isti döşəmə ilə təmir olunub. Söhbətgahın daxilində bugünkü gündə televizordan başqa nədisiz var. Bir dənə də ora soyuducu alıb qoyarsınız inşallah. Su hövzəsidir, qaz sobasıdır, aspiratordur, mebeldir, yığılıb. Ön hissə bütöv olaraq cam balkonlu. Gəl buradan. Birbaşa hovuza çıxışı var. Evin, baxın buradan göstərim. O mətbəx otağıdır. Bu isə valideyn yataq otağıdır. Valideyn yataq otağına mətbəx otağı birbaşa bura baxır. Motorxanayla həyətin su anbarı ayağının altında burada yerləşir. Şezlong qoymaq üçün qəşəng bir yer var burada, ayrılıb. Evin arxa hissəsidir. O bu hissəsi də gördünüz, siz həyətdən görünürdü. Bu da həyətdə yerləşən, həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. İndi isə keçirik biz evin ön hissəsindən, keçəcək birbaşa evin daxilinə. Evin içərisində sizlərə təqdim eləyək. Oradan getmirəm, qorxuram, düşərəm. Sən gəl oradan. Ev yerdən 4 daşdan çox hündürlükdə inşa olunub. Bir daha söyləyirəm, gəlin tez olaraq gəlin, bu evə baxın, bu evi bəyənəcəksiniz. Əzizlərim, evin ümumi giriş hissəsi görün nə qəşəngdir, nə gözəldir. Amma Elvin, bilsən nə deyirəm? Bir dənə qəşəng buradan da qəşəng bir çılçıraq asmaq olar da. İnşallah bu evi mənim müştərilərim alsa məndən hədiyyə bir dənə buradan qəşəng bir çılçıraq asacam. Bax söz. Keçək evin daxilinə. Elvin, bilirsən də biz evin içərisinə daxil olduq. Evin içərisindən sən tanış olmuşsan. Amma mən yox. Düzdür, bilirəm harada nə var. Çünki mən bu evə həyətdə dediyim kimi bir ayda gəlib gedirəm. Bunun hazır olmağını gözləyirdim. Əziz izləyicilərimiz, biz hal-hazırda evin içərisindəyik. Geniş bir dəhlizdir. Geniş bir dəhliz istəyən müştərilərimiz üçün bu evi təqdim edəcəyik inşallah. Evi həyətin eləmişik, indi içərisini sizlərə təqdim edəcəm. Elvin deyir ki, telefonun səsini al, mənim başıma düşür. Ümumi giriş qapısıdır. Keçdik içəri, damafon, düz qapının kənarından bura bağlanıb. Dolablar, burada pal-paltar asmaq üçün. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bu dəhliz, bütün yəni qonaq otağı, mətbəx, yataq otaqları, çamaşırxana və sanitar qovşağı hamısı bu dəhlizə baxır.
Proyekt superdir də, həyətdən gördüyünüz kimi görmüşdünüz. Keçirəm. Birinci hara? Bura. Gəl. Bugün ancaq evinin göstərişinə hər yeri təqdim edəcəm. Ümumi sanitar qovşağı. Çox gözəldir. Evin içərisidir, evin həyətidir, evin özüdür, evin yerləşmə yeridir. Möhtəşəmdir. Bugün isti-isti sizlər üçün. İkinci adamam ki, girdim, ikinci əmlakçıyam ki, girdim, evi sizlər üçün təqdim edirəm. Çəkib bugün də 21 sesini sizə təqdim elədim. Bura nə deyilir deyə çamaşırxana. İkincisinə, təmirinə söz ola bilməz. Bir daha söyləyirəm, bir ayda gəlib gedirəm. Yataq otağı. Qəşəng. Gözəl, geniş, göstərir hər şeyi. Bax, burada bu ayna görsən, Elvin. Altı hamısı dolabdır da, bilirsən. Bəzənmə stolda, belə deyim, bəzənmə aynası. Burada hamı yan-bayan düzülüb, vaxtında bəzənib çıxıb gedə bilər. İkinci yataq otağı. Bax, belə fırlanacam, sən də fırlan, bütöv olaraq qoy geniş görünsün. O yataq otağı da, bu yataq otağı da 20 kvadratdır. Yəni aşağı deyil, balaca deyil. Üçüncü yataq otağı. Bu nədir? Hoppa. O yəqin göz vurur orada, çəkməyiblər. Bax, bu valideyn yataq otağıdır. Göz vurmur ki, bu çək, mən buradan bir şey göstərəcəm. Oranı qoy göstərim də abi. Mən pərdənin əslində qaldırıb buranı göstərmək istəyirəm. Bax, bu yataq otağından görünən görüntünü, bilirsiniz ki, mən pərdə mənlikdəyəm. Bir pərdələri qaldırıb mən həyəti göstərirəm. Bir də ki, pəncərələrin çoxsa, ən çox da HB1 sistemində olan pəncərələr var. Onları aça bilmirəm. Əziyyət çəkirəm. Baxın, bu valideyn yataq otağı idi. Daxilində də sanitar qovşağı var. Həm görüntüsü birbaşa söhbətgaha, hovuza, həm daxilində də sanitar qovşağı yerləşir. Bu yataq otağı da, bu yataq otağı 20 kvadratdan böyükdür. Çünki daxilində sanitar qovşağı və də bu çıxış var. Sonunda yox, gəl, birinci qonaq otağını göstərəcəm, Elvin. Sonra keçəcəm mətbəx otağına. Möhtəşəm bir qonaq otağıdır. Çox qəşəngdir. Zövqlü iki hissəyə bölünür. Buradan baxın, belə bir şey var. İki hissəyə. Yemək yemək üçün bu hissdə, deməli, 6 dənə oturacağı, tam mərkəzdə stol, görüntü birbaşa yaşıllıq hissəsinə, həyətə və bura isə istirahət cuşəsi kimi ayrılıb. Üzbəüz divan qoyulub, 2 dənə kreslo buradan, tam mərkəzdə TV stand, televizor da sağ olsun qoyulub. Bir daha söyləyirəm, evin qiyməti start olaraq 535.000 manatdır. Sizlər üçün, gəlin, keçək indi mətbəxə. Vay. Mətbəx otağı, geniş, böyük bir rahat mətbəx otağıdır. Sobalar qoyulub, soyuducu qalıb burada. Mərmər, sinəli, amma metlaqdır, qəşəng buna oxşuyur. Çox da qəşəng, zövqlüdür. Tam mərkəzdə adası var, adanın altı dolabdır. Burada su hövzəsidir, ayrıdır, sobadan ayrıdır. Sonra mətbəxdən görüntü, ön hissəyə, həyətə, baxın, ümumi darvazaya, bir də ki, burada görüntü. Bu hissənin görüntüsü isə birbaşa hovuzadır. Buradan da giriş-çıxış var. Bu pəncərələr hamısı çiftlidir. Həm qapı kimi, həm də pəncərə kimi istifadə olunur. Əziz izləyicilərimiz, bir daha söyləyirəm, ev haqqında məlumat verim sizlərə. Dəyərli izləyicilərimiz, evimiz yerləşir. Vətən restoranının arxasında, Vətən restoranından 300 metrlik məsafədə yerləşir. Buzovna, Mərdəkan şosesindən 300 metr. 5,5 sot, 210 kvadrat, 4 otaq, qismən əşyalı, 535.000 manata sizlərə isti-isti təqdim olundu bizi tərəfindən. Ev sahibi qiyməti qoyub, qiymətdə də endirim olmayacaq. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün, bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.